Salam, mən Murad. Bugün sizlərlə web development dərsimizə davam edirik və bugün sizlərlə bağlantı, yəni linki öyrənəcəyik. İlk öncə linkin nə olduğunu biraz da açaq. Misal üçün siz bir web sayta girirsiniz və həmin web saytda nələr var? Müxtəlif səhifələr var. Buna misal olaraq oxu azı göstərək. Burada indi bu onun ana səhifəsi açıldı indi. Bu dəqiqə ana səhifədir. Baş səhifədir. Burada indi bu siyasətə bassam, siyasət xəbərlərinin olduğu ayrıca bir səhifəyə məni yönləndirəcək veb-sayt məni yönləndirəcək. Deməli, bu nə deməkdir? Bu web application-da bir çox səhifələr var və həmin səhifələrin arasında əlaqə var. Həmin əlaqədəki nə ilə yaradılır? İndi onu görəcəyik. Bunun üçün bir dənə folder açaq, ən salamatı. Folderın adı olsun link. Yəni bilək ki, link dərsidir. Bu foldera əlavə edirəm proyektimə. Bu proyektə də new file deyirəm, index.html. Sonra bir dənə də açıram, tutaq ki, about.html. Burada indi HTML təqlərimi yazıram, sadə HTML təqlərimi. Burada göstərək bunu. Tutaq ki, about.html səhifəsinə bir keçid qoyuram. Bunun üçün edəcəm, A təqindən istifadə edəcəm. A təqinin də burada href atributunu görürsünüz. A təqinin arasına yazıram ki, haqqımızda olsun. Bunu indi about.html-ə yönləndirmək istəyirəmsə, burada hrefin arasına yazıram about.html. Yoxlayacam indi. Bunu Open Browser eləyək və həmçinin burada da yazaq ki, buranda bir-iki şey yazaq burada. Yazaq ki, H1-in arasında bura about səhifəsidir. İşlədimi görək? Basıram. Gördüyünüz kimi, bura about səhifəsidir, yazısı çıxdı. İndi buradan da geri dönüş qoyaq. A yazaq, index.html. Üzr istəyirəm. Buranı da yazaq. Ana səhifə. Buna basıram, geri qaytardı. Haqqımızdaya basıram, geri verdi. Və burada yazaq ki, ana səhifə. Bura ana səhifədir. Beləliklə olmuş oldu. Biraz bu şeyin CSS-inə də girişmək istəyirəm. Bu A təqinin href-inə necə edə bilərik? Bunun üçün style təqini açıram, style təqlərini açıram və burada A-ya müraciət eləyirəm. Deməli, yazıram. Necə? Gördüyünüz kimi, burada altdan xətt gəlmiş olur və bu altdan xətt iyrənc görsənir. Bunu necə yığışdıra bilərəm? Bunu text decoration deyə bir property var və mən bu text decoration-a nam versəm əgər, burada artıq mən altdan xəttdən azad olmuş olaram. Bunun eynisini yazıram about səhifəsinə də. Gördüyünüz kimi vəziyyət gözəldir. Sonra eləyə bilərəm. Bunun color-ını dəyişə bilərəm. Color olsun red. Bunun da color olsun green məsələn. Burada qırmızıdır. Gəldim burada. Yaşıl. Sonra həmçinin eyni qayda ilə də bunun font size-ını dəyişə bilərəm. Olsun 30 piksel. Burada gəlim olsun. Font size 30 piksel.
Həmişəki qayda ilə işləmiş oldum. Sonra bura gələndə görürsünüz əl işarəsi çıxır üzərinə gələndə. Bu əl işarəsi də kursorla əmələ gəlir. Kursor o deməkdir ki, bunun üstünə gələndə bunun işarəsi olsun. Kursorunla eləsəm əgər heç bir işarə gördüyünüz kimi yox oldu. Vəbşə siçanın özü belə yox olur. Kursoru əgər pointer eləsəm onun üzərində yenə əl işarəsi çıxacaq gördüyünüz kimi. Belə bugünkü dərsimiz qısa idi, yəni linki öyrəndik. Gələn dərsimizdə isə class ID söhbətini keçərik və ondan sonra daha da gözəl